Synergy Group'un dəstəyi ilə. To be or not to be? That's the question. Whether it is nobler in the mind to suffer the slings and arrows of outrageous fortune, or to take arms against sea of troubles and by opposing at them, to die, to sleep, no more, and by a sleep to say we end the heartaches and the thousand natural shocks. The flesh is here too, and 'tis a consummation devoutly to be wished. To die, to sleep. Bravo Fərahim. Məncə bu parçanın hansı əsərdən və kimin monoloq olduğunu elə ilk misradan başa düşmək olar. Yeri gəlmişkən bu misranın ilk ifadəsini bizim verilişdə də tez-tez eşitmək olar. Olum və ya ölüm. Bu kimi dillər əzbəri olmuş və digər məşhur ifadələrin, ölməz əsərlərin müəllifi isə William Shakespeare-dir. Xoş gördük əziz dostlar. Parlaq zəkanın bugünkü mövzusu belədir. William Shakespeare, böyük və təkrar olunmaz ədib. Parlaq zəka adını qazanmaq isə bir o qədər də asan olmayacaq. Məhz buna görə bugün studiyamıza Azərbaycanın bir çox bölgələrindən 60 tələbə toplaşıb. Həmin bu 60 tələbə bizim möhtəşəm hədiyyələr uğrunda mübarizə aparacaq. Məlumunuz olsun ki, 3-cü yeri qazanan parlaq zəka 20.000 manat, 2-ci yerin sahibi 30.000, qalibimiz isə 40.000 manat təhsil haqqı əldə edəcək. Qeyd edim ki, bu möhtəşəm hədiyyə fondunu bizə Synergy Group şirkəti təqdim edir və onlara dərin təşəkkürümüzü bildiririk. Təşkilatı dəstəyə görə Azərbaycan Universitetinə və Şəmkirdə yerləşən Zəka İntellektual Gənclər Mərkəzinə də təşəkkür edirik. Onu da əlavə edim ki, verilişimiz məhz Şəmkirdə çəkilir. Bili yarışması gördüyünüz bax bu Zəka meydanında baş verəcək. Ənənəyə sadiq qalaraq buraya 3 iştirakçı çıxacaq və nəyə qadir olduqlarını nümayiş etdirəcək. Tribunalarımız isə alqış sədaları ilə bizə Shakespeare-in yaratdığı o əfsanəvi Globus teatrını xatırladacaq. Əlbəttə ki, zəkalarımız gözəl oyun göstərsə. Eləcə də iddiaçı adlandırdığımız gənclər də orden və ya medal qazanıb öz məharətlərini Zəka meydanında göstərə bilər. Bir qayda olaraq yarışmamız xüsusi və ədalətli komissiya tərəfindən izlənilir. Söhbət Zəka Məclisindən və onun baş bilənlərindən gedir. Bugün Zəka Məclisində Shakespeare yaradıcılığının əsl biliciləri əyləşib. Tanış olun. Zəka Məclisinin baş biləni, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Etibar Talıblı. Və Zəka Məclisinin üzvləri, Synergy Group şirkətinin nümayəndəsi Cəbrayıl Quliyev, və Zəka Məclisinin məsul katibi Oqtay Məhərrəmov. Orden və medalları isə mənim köməkçim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Gülsarə Qasımova təqdim edəcək.
Əziz dostlar, keçmişə, daha doğrusu 16 və 17-ci əsrlərə məşhur William Shakespeare'in həyat və yaradıcılığına nəzər salmaq üçün bizim zəkaları meydana dəvət edirəm. Qarşılayın, birinci zəkamız Elmar Yusifov, Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər Fakültəsi, 3-cü kurs Şəki şəhəri. İkinci zəkamız Günəş Nağıyeva, Azərbaycan Dillər Universiteti, Tərcümə Fakültəsi, 4-cü kurs Sumqayıt şəhəri. Və 3-cü zəkamız Kamil Kamilli, Azərbaycan Turizm İnstitutu, Tərcümə Fakültəsi, 3-cü kurs Ağcabədi şəhəri. Möhtərəm hakimlər, Shakespeare'in dövrünə kiçik ekskursiyadan əvvəl zəkalarımız oynayacaqları yolları seçməlidir. Bunun üçün mütləq müqəddimə müsabiqəsini keçirməliyik. Beləliklə, müqəddimə. Əziz tamaşaçılar, müqəddiməyə Azərbaycan dilinin qrammatikası tapşırığı ilə başlayacağıq. Siz tapşırığı ekranlarınızda görə bilərsiniz. Zəkalarımız üçün qeyd edim ki, onlar verilmiş mətndə səhv yazılmış sözləri tapmalıdır. Əlbəttə ki, mənim işarəmdən sonra. Əziz zəkalar, hazırlaşın. Vaxtınız getdi. Vaxtınız bitdi. Müsabiqəni yoxlamaq üçün Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinç Məmmədovanı dəvət edirəm. Çox sağ olun Sevinç xanım. Hörmətli tamaşaçılar, düzgün cavabları ekranlarda görə bilərsiniz. Zəka məclisi üçün qeyd edim ki, Kamildə səhv yoxdur. Günəş 2 səhv buraxıb. Elmarda isə səhv yoxdur. Möhtərəm baş bilənlər, verilişimizdən 15 dəqiqə əvvəl zəkalara belə bir tapşırıq vermişdim. Sizin üçün Shakespeare kimdir? Və hal-hazırda 40 saniyə ərzində zəkalarımızı dinləyəcəyik. Hazırsınızsa vaxtınız getdi. Müasir dövrümüzdə elə bir xalq tapılmaz ki, Shakespeare'in Hamletindəki məşhur monoloqun olum və ya ölüm sualını ya öz doğma dilində ya da olduğu kimi işlətməsin. Avropa intibahının ən parlaq və mürəkkəb dövründə yaşayıb yaradan William Shakespeare özünün yaratdığı möhtəşəm dünyəvi əsərlərlə nəinki Avropa tarixində, ümumilikdə bütün dünya incəsənətində dərin izlər buraxmış görkəmli şəxsiyyətlərdən biridir. William Shakespeare kimdir? William Shakespeare dedikdə mənim ağlıma ilk öncə ən böyük, dünyanın ən dahi dramaturqu gəlir. Mənim üçün William Shakespeare dünyanın ən böyük dramaturqudur. Həmçinin mən sözlərimi belə başa vurmaq istərdim. Ben Jonson'un, onun müasir olan Ben Jonson'un fikirlərlə başa vurmaq istərdim ki, vaxtınız bitdi Kamil, başa vursanız yaxşı olur. William Shakespeare yalnız bir dövr üçün deyil, bütün əsrlər üçündür. Çox sağ olun. 40 saniyə. Günəş, hazırsınız? Bəli. Ucadan başladıq.
Mən Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsində təhsil alıram. Bu ixtisası seçməkdə məqsədim Şekspir kimi dahi sənətkarların əsərlərini orijinaldan oxumaq və tərcümə etməkdir. Bu da mənim üçün bir fəxrdir ki, Şekspirin məşhur sənətlərini tərcümə edən Sabir Mustafa və Ənvər Rza mənim gələcək peşəmin nümayəndələridirlər. O da düzdür ki, dahi İngilis dramaturqu olan Şekspirin tamaşaları həmişə aktual olmuşdur. Hətta onun Hamletin ölüm və ölüm tamaşasını oynamaq üçün aktyorlar həmişə mübarizə aparmaq istəmişlər. Sonda isə onu qeyd etmək istəyirəm ki, həyat bir tamaşadır. Biri oynayır, biri çıxır. Lakin biri isə həmişə oynayır. Ümid edirəm ki, bugün biri mən olacam. 40 saniyə. Elmar, növbə sizə çatdı. Başladıq. William Shakespeare, İngilis yazıçısı. Lakin mənim üçün o sadəcə bir İngilis yazıçısı deyil. İngilis ədəbiyyatının atası bir dahidir. Elə bir dahidir ki, pyeslərin yarandığı dövrdən sonralar və günümüzdə də teatrlarda anşlaqlarla qarşılanmışdır. Elə bir dahidir ki, əsərlərindəki sujetlərdən insanlar dərslər almış, qəhrəmanların işlətdiyi ifadələr bütün dünyada dillərdən dillərə yazmışdır. Shakespeare öz əsərləri ilə insanları, tamaşaları ilə insanları düşündürən, dramları ilə ağladan, komediyaları ilə güldürən bir dahidir. Və son olaraq qeyd eləmək istəyirəm ki, sonun başlanğıcı ifadəsini ilk dəfə Shakespeare-dən eşitmişik. Və ümid edirəm ki, bu çıxışımla başlayan oyunum rəqiblərim üçün sonun başlanğıcı olacaq. Çox sağ olun. 40 saniyə. Hörmətli baş bilənlər, indi isə söz sizindir. Birinci, ikinci və üçüncü kim oldu? Elmar Yusifovun çıxışı, onu da nəzərə aldıq ki, onun dil yarışmasında da qüsursuz və çox məzmunca dolğun, həm də nitqi psixoloji cəhətdən də, auditoriyanı da ələ almaq baxımından çox sərbəstliyi bizi qane etdi. Ona görə də onu birinci yerlə qərar verdik ki, o birinci yerdə olsun. Kamil və Günəşin çıxışlarında isə hər ikisinin nitqində, dediyim kimi, məzmun gözəl olsa da nitqlərində müəyyən qüsurlara, bir qədər özünü itirmələrə yer verdilər, sərbəstlik çatmırdı. Yarış boyu onlara sərbəst olmağı arzulayıram, amma qərarımızı da bildirmək istəyirəm. Günəşin həm də dildən də iki qüsuru var idi və biz nəzərə aldıq. Kamilli ikinci yer, Günəş Nağıyeva üçüncü yer. Çox sağ olun. Buyurun. Əziz dostlar, müqəddimənin nəticələrinə əsasən Elmar birinci, Kamil ikinci, Günəş isə üçüncü oldu. Hörmətli zəkalar, müsabiqələr başa çatdı, indi isə seçim vaxtıdır. Qarşınızda 3 yol var, yaşıl, sarı və qırmızı. Bu yollar adi yollar deyil. Baxın, yaşıl yol. Shakespeare'in əsərləri kimi dramatik bir yoldur. Sizə 4 sual veriləcək və ikisinə cavab versəz qalib olacaqsınız. Məğlub olsaz, sizi Atella yox, qəhər boğacaq. Sarı yol, orta yoldur. Sizə 3 sual veriləcək və bir səhvə göz yumacam. İkinci səhvdən sonra yazıq Yorikin aqibəti ilə qarşılaşacaqsınız. Və qırmızı yol. Shakespeare'in sənətləri kimi qısa yoldur. Bir səhv və adım Hamlet olmasa da sizə olum və ya ölüm sualı ilə müraciət edəcəm. Buyurun, Elmar, seçimə başlayın. Riski sevirəm, çox da risk etmək istəmirəm, ona görə sarı yolu seçirəm. Yorikin aqibəti haqqında məlumatlısınız və bu aqibət sizi qorxutmur. Yorikin olmaz. Buyurun sarı yola, uğurlar. Kamil, növbə sizindir. Mən isə qırmızı yolu seçmək istəyirəm, çünki fikirləşirəm ki, yaşıl yol qələbəyə aparan ən uzun yoldur və o qədər də risk etməyə dəyməz. Siz də deyəsən, Shakespeare'in əsərləri ilə yuxuya gedirsiniz. Uğurlar sizə, buyurun qırmızı yola. Günəş, rəqibləriniz sizə yaşıl yolu məsləhət gördü. Oyundan sonra onlara təşəkkürünüzü bildirərsiniz. Uğurlar. Əziz tamaşaçılar, biz isə Parlaq Zəka İntellekt şousunun birinci mərhələsinə başlayırıq.
Günəş, yaşıl yoldasınız və sizinlə başlayacağıq. Günəş, düzün deyin, bu mövzuya çıxmaq istəyirdiniz? Müəyyən qədər çalışdığım qədər oxumuşam. Yəni Çalışdığınız qədər. Sizcə kifayət eləyəcək? Bəlkə də yaxşı oldu yaşıl yolda oynamağınız. bilmək olmaz. Bilmək olmaz. Monitora diqqət edin və sualınızı seçin. Dekorasiya 8-ci Henri Kraliça. Dekorasiya. Dekorasiya. Elə birinci sualla başlamaq istəyirsiniz. Yaxşı, dekorasiyaya aid olan sual. Şekspirin işlədiyi Globus teatrında səhnə dekorasiyaları mütəmadi olaraq dəyişirdi. Bəs Şekspirin hansı əsərinin səhnələşdirilməsi zamanı teatrda balkon hazırlanırdı? Baxdım. Fikirləşmək istəmirsiniz? Hörmətli tamaşaçılar, Günəş vaxtı saxlayır və deyəsən düzgün cavab alacaq. Şekspirin Romeo Juliet'dadır. Çünki Romeo Juliet'ə serenad oxumaq üçün balkona... Julieta Gil evdən balkon çıxartmışdılar. Yox, yəni bu səhnə əsərdə oxuduğum kimi orada Romeo Juliet'ə oxumaq... Mənzil istismar sahəsində icazə alıb. Yox. Son cavabım Romeo Juliet. Bəs o balkon nəyə lazım idi Romeo və Juliet'ə? Çay içirdilər. Romeo mahnı oxuyanda Juliet balkondan ona dinləyirdi də, yəni ona görə. Romeo gəlirdi Juliet'ə mahnı oxumağa. Juliet bu vaxtı paltar sərirdi. Paltar sərmirdi, sadəcə səsini eşidib dinləyirdi. Günəş, ümumiləşdirsək demək istəyirsiniz ki, onların görüşləri balkonda olurdu. Bəli. Qəbul edin cavabı? Edin. Paltar sərmirdi? Yox. Yox. Bilirəm ki, yox. Cavabımız doğrudur. Keçin növbəti mərhələyə. Elmar, 8-ci Henri yoxsa Kraliça? Olsun Kraliça. Sual. Hal-hazıra qədər tədqiqatçılar bu suala cavab axtarırlar. Mümkün variantlar içində Christopher Marlowe, Eduard de Ver və hətta Kraliça 1-ci Elizavetanın adı çəkilir. Bəs tədqiqatçılar hansı sual üzərində düşünürdü? Vaxtınız getdi. Bəli, Elmar. Belə bir şey oxumuşdum ki, Şekspirin Romeo Juliet əsərini Christopher Marlowe ideyanı o vermişdi ona və mübahisəli məsələlərdəndir. Hətta Bəs Eduard de Ver və Kraliça 1-ci Elizaveta? Ola bilər ki, yəni o versiya varsa, bunlar da versiyalardan biridir ki, əsərlərini ideyan veriblər. Hansı əsərinə? Romeo Juliet əsərinə. 1-ci Elizaveta Şekspirə ideya verirdi. Hesab edirsiniz ki, onlar bu dərəcədə yaxın idi həmin dövrlərdə. Əyalətdən gəlmiş Şekspir haqqında bir filmdə də göstərilir ki, həmin vaxtlarda sarayda yaşayanların piyes yazmağına yaxşı baxmırdılar. Ona görə onlar əsərləri yazırdılar və aşağı təbəqədən olanlara verirdilər, onlar səhnələşdirirdilər. Elmar, sizcə Kraliçanın kiminsə dəstəyinə ehtiyacı var idi piyes yazmaq üçün? Dəstəyinə ehtiyacı olmasa da, hər halda yaxşı qarşılanmaya bilərdi cəmiyyət tərəfindən ki, saray adamı piyes yazır, o dövrdə yaxşı baxmır. Onda niyə məhz Şekspir? Aşağı təbəqədən biri idi, yəni sadəcə mübahisəli məsələlərdir, yəni versiyalar. Burada o qədər mübahisəli məsələ ola bilər ki. Şekspirin həyatı ilə maraqlanmısınız, onun yaşayış tərzi, maddi imkanları? Maddi imkanları o qədər də yaxşı olmayıb. Olmayıb. Elizavetanın maddi imkanları isə yaxşı idi. Yaxşı idi. Yəni, ola bilər ki, o pul verəsin ola ki, yəni, bunu öz adından səhnələşdir. Yəni, hamısı saray adamlardı, hamısı imkanı yaxşı idi. Və onlar Şekspirə hesab edirsiniz ki, himayədarlıq edə bilməzdi. Kimcə Şekspirin əsərlərinin ideyalarını bu adamlar verib, yəni.
Shakespeare-in əsərlərinin ideyalarını, Ya da onlar yazıblar, amma yəni o başqa şeylər deyilmir. suala cavab axtarırlar. İdeyanı vermək, əsərləri yazmaq, ona himayədarlıq etmək tamam başqa şeylərdir. 3 2 3 versiyadan birini seçin və mənə qəti cavab deyin. Romeo və Julietta əsərinin ideyasını bunlardan biri verib. Romeo və Julietta əsərinin ideyasını bu şəxslər verib. Hər üçü. Yəni üçündən biri, yəni o suala cavab axtaranda bunların adlarına rast gəldi. Romeo və Julietta əsərinin ideyasını misal üçün Christopher Marlowe verib. Qəbul edim cavabı? Edirəm. Cavabınız səhvdir. Birinci cərimə xal ilə növbəti mərhələyə keçirsiniz. Bu suala Xəzər Səlimzadə cavab verəcək. Xəzər Səlimzadə Dövlət Dərəcəçilik Akademiyası 4-cü kurs. Mənim fikrimcə Shakespeare-in kim olması məsələsi idi. Yəni müzakirə aparılır ki, Shakespeare həqiqi deyil. Bunlardan biri Shakespeare-in adından istifadə edir. Bax, bu dolğun və doğru cavabdır. Orden. Mən Elmarın suala cavabda çətinlik çəkməsini təbii qəbul edirəm. Çünki bu problem Shakespeare şünaslıqda 19-cu əsrin əvvəllərindən bu günə qədər davam etməkdədir və dünyanın Amerikadan tutmuş Rusiya qədər, İngiltərədən tutmuş Almaniya qədər dünyanın ən görkəmli Shakespeare şünasları bu məsələdə vahid rəy gəlməyiblər və Shakespeare-in həqiqətən o əsərlərin müəllifinin William Shakespeare olduğu, yoxsa başqalarının yazıb Shakespeare-in adı ilə tamaşaya qoyulduğu indi də mübahisəlidir. Yəqin ki, verilişin sonunda bu barədə mən sizə əlavə məlumatlar verəcəyəm. Verilişin tempini aşağı salmaq istəmədiyim üçün. Çox sağ olun. Çox sağ olun. Kamil, sizə 8-ci Henry sualı qalıb. Gəlin sualı eşidək. Sual. 1613-cü ildə Shakespeare-in 8-ci Henry pyesinin səhnələşdirilməsi zamanı döyüş səhnəsi üçün istifadə olunan topdan atılan atəşin nəticəsində nə baş vermişdi? Vaxtınız getdi. Bəli, Kamil. Bu barədə oxumusunuz? Bu barədə o qədər də məlumatım yoxdur, çünki oxumamışam 8-ci Henry pyesinin səhnələşdirmə zamanı topun atılması belə bir şey. Bəs pyesin özünü oxumusunuz? Kömək ola bilərsə sizcə? Bəli, oxumuşam. Nədən bəhs olunur pyesdə? Yəni ki, 7-ci Henrydən, İngiltərə kralı 7-ci Henry'nin həyatından bəhs edən. O əsərdə topdan atəş açılırdı? Açılırdı, hə, açılırdı. O nəyin simvol, nə üçün topdan atəş açılırdı? Qələbə rəmzi olaraq, topdan atəş açılırdı. Yəni 1613-cü ildə William Shakespeare səhv etmirəmsə Stratfordda qayıtmışdı Londondan. Yoxsa bir il əvvəl qayıtmışdı. Yəni, o münasibətlə? O münasibətlə bəlkə də atılmışdı. Shakespeare Stratfordda qayıdır və bu münasibətlə tamaşa vaxtı topdan atəş açılır. Yəni belə bir variantım var, yəni ki, ancaq məntiqə söykənir. Yəni belə bir şey haqqında oxumamışam, ona görə dəqiq deyə bilmərəm. Topdan atəş açıldı və nə baş verdi? Topdan atəş açıldı. Stratfordlular sevindi. Topdan nə üçün istifadə olunur, Kamil? Top atəşi. Top atəşi ancaq müharibələrdə istifadə olunur, hansılar? Ancaq müharibələrdə? Dinc məqsədlər üçün topdan istifadə olunmur? Dinc məqsədlər üçün yəni qələbə rəmzi olaraq İngiltərədə belə bir qayda eşitmişdim ki, yəni qələbə qazanarkən paytaxtda top atəşləri açılırdı. Bəs buludları dağıtmaq üçün topdan istifadə oluna bilər? Buludları dağıtmaq üçün mən bilmirəm, belə bir şey haqqında eşitməmişəm. Ola bilər. Bəlkə də ola bilər, yəni. Amma söhbət teatrdan gedir. Bəli. Tamaşa vaxtı top atıldı. Və nə baş verdi? Yəqin ki, teatr binasını tutmuşdu top, ola bilər. Özünüzə də gülməli gəlir cavabınız. Bəli.
Bir cavab deyin, mən də onu qəbul edim. Yəni döyüş zamanı atılan topun atəşi nəticəsində yəqin ki teatr binası zədələnmişdi. Hansı döyüş zamanı Kamil? Sizə sualda nə deyilir? Siz mənə qulaq asın. Buradasınız Kamil? Bəli, buradayım. Döyüş zamanı, yəni 8-ci Henry pyesini səhnələşdirmə zamanı döyüş səhnəsi üçün istifadə olunan topdan atılan atəşin nəticəsində baş vermişdi. 3. Mən bir deyəndə cavab deməsəz, cavabınızı qəbul eləməyəcəm və siz məğlub olacaqsınız. 2. 1. Cavab. Teatr binasına zədələnmişdi. Teatr binası zədələnmişdi deyirsiniz. Bəli. Hansı teatr binası idi o? Adını dəqiqlik edə bilməyəcəm, amma yəni bu bir variant. Teatr binasını zədələnmişdi. Teatr binasının adını desəydi, Zəkan Məclisinə müraciət edərdim. İndi isə etmirəm. Cavabınız səhvdir. Bu sualın cavabını bizə Xəzər Səlimzadə deyəcək. Xəzər Səlimzadə Dövlət Dərəcəli Akademiyası 4-cü kurs. Mənim fikrimcə bu teatr binası dağılmışdı və 1600 yəni Glob, yəni yer kürəsi teatrı idi adı binanın, dağılmışdı və 1614-cü ildə sonra yenidən bərpa olunmuşdu. Doğrudan da Globus teatrı ilk dəfə olaraq yanmışdı. Doğru cavabdır. Orden. Kamil, olum və ya ölüm sualı haqqında məlumatlısınız. Qaydaları haqqında deyim ki, olum və ya ölümün 2 sualından birinə səhv cavab versəz, bizimlə oynamayacaqsınız. Hər iki cavabınız doğru olsa, növbəti mərhələdə olacaqsınız. Olsun. Olum və ya ölüm olsun. Riski gözə alırsınız, 2 həftə bizimlə oynamamaq riskini və olum və ya ölüm deyirsiniz. Onda olum və ya ölüm. Bu nədir? Bizə futbol oynamaq üçün maaş verirlər. Görün necə işləyirlər. Axı biz işimizi bitirmişik. Ənənəvi tikinti materialları ilə müqayisədə Qobuston hörgü blokları vaxtınıza və işçi qüvvənizə 2 qat qənaət edəcək. Ekoloji təmiz, oda davamlı, səs və istilik izolyasiyalı məhsulumuz sürətli və keyfiyyətli tikintinin təminatıdır. Qobuston, daşdan pul çıxarmaq belə asan olmayıb. Bu uğurlu insan Azərbaycan Universitetinin məzunudur. Bugün o, 35 yaşında ölkənin aparıcı müəssisələrindən birinə rəhbərlik edir. O, bu uğura Azərbaycan Universitetində aldığı təhsil sahəsində nail olub. Çünki Azərbaycan Universiteti hər bir tələbəsinə yüksək bilik və geniş karyer imkanları yaradır. Gələcək karyerasını düşünən abituriyent Azərbaycan Universitetini seçir. Azərbaycan Universiteti, gələcəyini bugün seç. Şəmkir şəhəri, zəka, gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzi. Zəka, ilk addım buradan başlayır. Kamil, dərindən nəfəs alım. Həyəcanlanmağa əsas yoxdur. Sualı oxuyuram. Buyurun. Şekspirin bir əsərinin 1606-cı ilk səhnələşdirilməsində həmişəki aktyorlarla yanaşı 3 oğlan aktyor da iştirak edirdi. Bəs onlar hansı pyesdə və hansı rollarda iştirak edirdilər? Vaxtınız getdi. On saniyə tez keçdi, bilirəm. 1606-cı ildə yazılmış əsərdirsə, fikirləşirəm ki... Səhnələşdirilmiş əsər. Səhnələşdirilmiş əsərdirsə, fikirləşirəm ki, bu
Hamlet əsəri ola bilər məncə. Bəs o gənc aktyorlar hansı rollarda çıxış edirdi? 3 oğlan. Hamlet əsərində deməli Hamlet Bilmirsiniz Kamil. Bəli. Dəyişmək istəyirsiniz cavabınızı. Və dəyişmək istəyirəm. Yəni başqa bir cavab ağlıma gəldi. Hər halda o cavab daha yaxındır cavab versiyasına. Ona görə də onu seçmək istəyirəm. Bu Kral Lear məncə piyesidir. Kral Lear piyesində idi. Bu 3 gənc aktyor. Və onlar da cəngavərlər idi. Mən belə fikirləşirəm hər halda. 3 gənc cəngavərlər oynayırdı. Cəngavərlər oynaya bilərdi hər halda, yəni. Adlarını bilirsiniz bu cəngavərlərin? Yəni cəngavərlərdirsə, Kral Lear'in tərəfindən çıxış etmiş cəngavərlərin adını çəkəcəm hər halda. Kral Lear tərəfindən çıxış etmiş cəngavərlərin adını çəkəcəm. Bunlar Olbeni, Kent və Qasteril səbətindən söyləyəm. Bəs niyə məhz gənc aktyorları dəvət eləmişlər bu rollara? Nəyə görə gənc aktyorlar bilmirəm, amma onu bilirəm ki, yəni Kent o qədər də yaxşı deyildi. Yəni, amma o qədər də gənc deyildi. Bəli. Burada isə söhbət gənc aktyorlardan gedir. Bəli. 3 cavan oğlanla. Cavabınız? Kral Lear əsəri, mən piyesindən. Rollar? Qasteril, Olbeni, Kent. Kamil, siz olum və ya ölümdəsiz və mən sizdən yalnız dəqiq cavablar ala bilərəm. Bu cavab isə dəqiq cavab deyil. Səhvdir. On 17-ci əsr İngiltərəsində qadınların teatrda işləməsi və səhnəyə çıxması qadağan idi. Bu səbəbdən qadın rollarına adətən gənc oğlanları cəlb edirdi. Kral Lear əsərində isə Cordelia, Regana və Ganerilia rollarında məhz bu aktyorları, bəli, Kral Lear'in qızları rollarında da məhz bu aktyorlar çıxış etmişdi. Kamil, çalışdınız, təəssüf ki, bu dəfə alınmadı. 2 həftə bizimlə oynamayacaqsınız. İnanıram ki, bu dövr ərzində daha yaxşı hazırlaşacaqsınız. İndi isə iddia açırsınız. Hörmətli tamaşaçılar, ikinci mərhələdəyik və Günəş Nağıyeva ilə oyuna davam edirik. Günəş, monitora baxın və sualınızı seçin. Piyes, həkim, yoxsa Britaniyalı? Olsun Britaniyalı. Britaniyalı. Sual. Shakespeare'in əsərinin personajlarından biri əskərlərinə əmr edir ki, ordunun sayının gizli saxlanması üçün yürüşdən əvvəl hər bir əskər meşədəki ağaclardan bir budaq qırsın və özü ilə aparsın. Söhbət hansı əsərdən gedir? Vaxtınız getdi. Bəli, Günəş. Düzü desəm, dəqiq cavabım yoxdur, amma çalışacağım. Yaxşıdır ki, düzünü deyirsiniz. Dəqiq olmayan cavabı verin. Olsun Richard. Hansı əsərdir Günəş? Richard. Əminsiz? Əslində Henry-də fikirləşirəm, onun əsərləri var. Başqa hansı əsərləri tanıyırsınız? Yəni, mən elə gəlir ki, bu ən çox hökümdarlarla bağlı əsər ola bilər. Onda Kral Lear deyin. Hamlet deyin. Yox, Hamletdə, Kral Lear'da elə bir sujet yadıma gəlmir, düzünü desəm. Richardla Henry arasında qalmışam. Olsun Henry. Henry 8-ci Henry'dən yəqin gedir də söhbət, yoxsa başqa bir Henry əsəridir, mənim tanımadığım.
8-ci Henry. 8-ci Henry əsəri kamilə uğur gətirmədi. İsrar edəcəksiniz versiyanızda. Cavabın üstündə qalıram. Olsun Henry. 8-ci Henry. Qəbul edim. Edin. Günəş, eyvan haqqında sualı düz tapdısa, bu o demək deyil ki, ikinci cavabınız doğru olacaq. Siz birinci cərimə xalı ilə növbəti mərhələyə keçirsiniz. Cavabınız səhvdir. Bu suala Həmid Mehdiyev cavab verəcək. Mehdiyev Həmid, Milli Aviasiya Akademiyası Hüquq Fakültəsi 4-cü kurs. Bugün niyə belə gözəl geyinmisiniz? Şekspir mövzusuna görə? Əslində, yox, sadəcə belə. Qabaqda oturmuşam ona görə. Nəysən, indi siz gözəl cavabda deyin, ordinlərinizin sayını artıraq. Düzü, başlanğıcı başqa cür gözləyim, amma mənim fikrimcə o Macbeth olacaq. Macbeth əsərindəki məşhur bir nam meşəsi Dunsinana doğru hərəkət edir ifadəsini yada salmaq lazım idi. Günəş bacara bilmədi, siz isə bacardınız. Orden. Amma üzünüz gülür. Sanki hər iki sualın cavabını bilirsiniz. Qərar verəmirəm. Heç birini bilmirəm. Olsun. Bitirək də, əyləşin ihtiyaçların yanında. Olsun piyes. Olsun sual. Olsun. Bu piyesin səhnələşdirilməsində baş rolları Lorenzo Gielli və Stefano Santos Pago oynayıblar. Bəs bu aktyorlar hansı şəhərdən idi, Elmar? Vaxtınız getdi. Elmar, siz hansı şəhərdənsiniz? Mən Şəki şəhərində. Şəki şəhərini Azərbaycanın yumor paytaxtı adlandırmaq olar. Şəki şəhərində Şekspirin qəhrəmanları haqqında lətifələr gəzir. Mən eşitməmişəm. Bəs bu iki personaj haqqında, aktor haqqında eşitmişsiniz? Bu iki personaj haqqında fikirləşirəm ki, bu onun Səhvlər komediyasındandır. Hansı komediyasından? Səhvlər komediyası. Səhvlər. Bəli. Zəka meydanında edilmiş səhvlər kimi. Bu iki qardaş orada əkizidirlər. Səhvlər komediyasında, yoxsa sizin cavabınızda? Səhvlər komediyasında orada iki əkiz qardaş var idi. Bu qardaşlar hardan idi? Bu aktyorlar da başqa soyadlı aktyorlar da ikizlər oynayırlar. Onlar oxşayırlar bir-birinə. Lorenzo Gielli. İtalyan soyadlarına oxşayır. Elmar, düzdür, üzünüz gülür, amma məncə vəziyyət komediyalardan bir qədər uzaqdır. Düzdür. Şekspirin faciələrini yada salmağın vaxtıdır. Bu dəfə də səhv cavab versəz, iddiaçıların yanında olacaqsınız. Faciələrindən. 3 Aktyorlar hansı şəhərdən? 2 1 Cavab. Bunlar Roma şəhəri. Roma şəhərində baş verən hadisələr haqqında məlumatlısınız. Şekspirin hansısa bir əsərində. Nəsə elə bir şey dəqiq deyil. Dəqiq deyil, ola bilər olsun. Qəbul edin cavabı. Qəbul edin. Roma. Cavabı qəbul edirəm və bu cavaba düz deyə bilməyəcəm. Səhvdir. Şəhərin adını bizə Surxay Əlizadə cavab verəcək. Surxay Əlizadə Azərbaycan Müəllimlər İnstitutu Filologiya Fakültəsi 2-ci kurs. Mənim fikrimdə bu İtalyan Venesiya şəhəri. Verona şəhəri. Venesiya yoxsa Verona? Verona. Şekspirin məşhur əsəri olan Veronalı iki centlmen və ya iki Veronalı piyesinin qəhrəmanı iki İtalyalıdır.
Solda verilən 2 İtalyan adı cavab tapmaqda kömək olmalıydı. İlk ordeniniz mübarək. Gördünüz Elmar? Gördünüz ki, vəziyyət heç də gülməli deyildi. Siz səhvlər deyəndə mən sizə zəka meydanı səhvləri haqqında məlumat verdim. Bununla bağlı ikinci dəfə səhv etdiniz və siz iddiaçısınız. Üçüncü mərhələdəyik və məncə artıq daha fəal oynamağın vaxtıdır. Bir düz və bir səhv cavabınız var. Hələ də şansınız qalıb. Gəlin monitora baxaq. Səni sevirəm, gerb, çətin tapşırıq suallarından birini seçim. Olsun, səni sevirəm. Sual. Bu əsərin son səhnəsində baş qəhrəman digər personajı öz günahları haqqında düşünməyə çağırır. Və cavabında mənim bir tək günahım var. O da səni sevməkdə eşidir. Söhbət hansı əsərdən gedir və bu personajlar kimlər idi? Vaxtınız getdi. Bəli, Günəş, təsəvvür edin ki, Juliettanın balkonundayıq və siz mənə istədiyim cavabı deməlisiniz. Mənim fikrimcə bu Otello və Desdemonadır. Əsərdirsə Otello əsərindəndir. Otello və Desdemona. Mən sizə eşitmirəm. Mənim cavabım Otello əsərindəndir və personaj... Mən sizə yenə də eşitmirəm. Cavabım Otello və Desdemonadır personajlar olaraq və əsər Otellodur. Çünki Otello'da... Yaxşı başlayırsınız, sonradan mən sizi eşitmirəm. Mənim cavabım Otello və Desdemonadır. Doğru cavabı məhz belə demək lazımdır. Doğrudur. Günəş, bu sualı elə lap Otello kimi boğdunuz. Parlaq Zəka İntellekt şousunun növbəti 8də 1 final mərhələsinin növbəti qalibi Günəş Nağıyev oldu. Günəş, təbrik edirəm. Siz Shakespeare-i bizə daha yaxından tanıtdırdınız. Çalışdığım qədər. Çünki siz həqiqətən də zəkasınız. Əziz tamaşaçılar, zəka meydanında mübarizə başa çatsa da, zəka meydanının sualları hələ də qalıb. Və bu sualları iddiaçılar üçün səsləndirəcəm. Zəka meydanından qalmış birinci sual. Shakespeare-in əsərinin personajlarından biri digərindən bütün həkim və cərrah xərclərinin öz üzərinə götürməsini tələb edir. Buna cavab olaraq digər personaj bildirir ki, müqavilədə belə bənd qeyd olunmayıb və tələbi rədd edir. Söhbət hansı əsərdən gedir və bu personajların adları nədir? Bu suala Həmid Mehdiyev cavab verəcək. Mehdiyev Həmid Milli Aviasiya Akademiyası Hüquq Fakültəsi 4-cü kurs. Mənim fikrimcə bu Venedik tacirləri əsəridir. Venesiya taciri. Bəs personajlar? Personajlar biri Şaylıqdır. Şaylıq. Yahudi və Xristiyan münasibətlərindən söhbət gedir bu əsərdə. Biri Şeylıqdır, birinin adı bilmirsiniz. Bilirəm.
Bu Venesiya taciri əsəridir. Personajlar Sherlock və Antoniodur. Mən sizə medal verəcəm. İstəyirsinizsə ordenlə əvəz edə bilərik. Olar. Orden. Növbəti sual. William Shakespeare'in ailə gerbində fransızcadan tərcümədə haqsız olmayaraq sözlər həkk olunub. Gerbin üstündə isə cəngavər dəbilqəsini görmək olar. Bəs gerbin mərkəzindəki qalxanın üstündə hansı silah təsvir olunub? Bu suala Həmid Mehdiyev cavab verəcək. Mehdiyev Həmid, Milli Aviasiya Akademiyası, Hüquqşünaslıq Fakültəsi 4-cü kurs Mingəçevir şəhəri. Mənim fikrimcə bu Shakespeare familiyasına uyğun olaraq hissələrdə nizə deməkdir. Adının mənası nizə deməkdir və mənim fikrimcə bu nizə oxdur. Siz daha bir orden qazanırsınız. Orden. Və zəka meydanının sonuncu sualı. Shakespeare'in əsərinin qəhrəmanı Prospero hava illahı Ariel'i cadugarın əlindən xilas edəndən sonra Ariel Prospero'nun qulluqçusu olacağını və onun bütün tapşırıqlarını yerinə yetirəcəyinə söz verir. Bəs Prospero əsərin ilk səhnəsində Ariel'ə hansı tapşırığı vermişdi? Fəridə İbrahimli bu suala cavab verəcək. Fəridə İbrahimli Azərbaycan İqtisad Universiteti 2-ci kurs mənim fikrimcə fırtına yaratmalıydı. Ki gəmi gəlib adaya düşsün. Bəli, bu doğru cavabdır. Orden. Əziz dostlar, biliklər dərin ola bilirsə, təşəkkürlər niyə dərin olmasın? Verilişimizə təqdim etdiyi möhtəşəm hədiyyə fonduna görə Sinerji Qrup şirkətinə dərin təşəkkürümüzü bildiririk. Zəka meydanının sualları başa çatdı, biz isə xülasəyə keçirik. İhtiyaclarımız diqqətli olsun, xülasənin suallarına düzgün cavab versinlər ki, bizdən orden və ya medal qazansınlar. Xülasə. Nədir? Bizə futbol oynamaq üçün maaş verirlər. Görün necə işləyirlər. Axı biz işimizi bitirmişik. Ənənəvi tikinti materialları ilə müqayisədə Qobuston hörgü blokları vaxtınıza və işçi qüvvənizə 2 qat qənaət edəcək. Ekoloji təmiz, oda davamlı, səs və istilik izolyasiyalı məhsulumuz sürətli və keyfiyyətli tikintinin təminatıdır. Qobuston, daşdan pul çıxarmaq belə asan olmayıb. Bu uğurlu insan Azərbaycan Universitetinin məzunudur. Bugün o, 35 yaşında ölkənin aparıcı müəssisələrindən birinə rəhbərlik edir. O, bu uğura Azərbaycan Universitetində aldığı təhsil sahəsində nail olub. Çünki Azərbaycan Universiteti hər bir tələbəsinə yüksək bilik və geniş karyer imkanları yaradır. Gələcək karyerasını düşünən abituriyent Azərbaycan Universitetini seçir. Azərbaycan Universiteti, gələcəyini bugün seç. Şəmkir şəhəri, zəka, gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzi. Zəka, ilk addım buradan başlayır. Xülasənin birinci sualı. Məlumdur ki, William Shakespeare öz əsərlərində minlərlə müxtəlif ingilis sözlərindən istifadə edirdi. Bəs əsərlərində rast gəlinən birthplace, downstairs, radiance, dewdrop, watchdog və digər sözlər
Şekspirin yaradıcılığında nə ilə əlamətdar idi? Bu suala Xəzər Səlimzadə cavab verəcək. Xəzər Səlimzadə Dövlət Dərsi Akademiyası 4-cü kurs. Mənim fikrimcə bu ingilis dilinə əlavə sözlər əlavə. Yəni Şekspirin yaradıcılığında minlərlə yeni söz əlavə edib ingilis dilinə bəlkə burada. Kim əlavə edib? Yəni Şekspir yeni sözlər yaradıb da ingilis dili lüğəti üçün. Bu sözlər də məhz həmin bu siyahıdandır. Doğrudur. Medal. Bildiyimiz kimi Şekspirin əsərləri ideya, məzmun, məna baxımından nə qədər zəngin olsa da, dramaturji baxımından nə qədər qüvvətli olsa da, Şekspirin ingilis ədəbiyyatı qarşısında, həm də ingilis ədəbi dili qarşısında böyük xidmətləri var. O da ingilis ədəbi dilini zənginləşdirməsidir. Müasirlərinin çoxundan fərqli olaraq Şekspirin deməli, əsərlərinin dilində 20 mindən artıq çox söz işlənmişdir. Şekspir özü mindən artıq söz yaratmışdır ki, bu da Şekspirin xidmətlərindən biridir. Çox sağ olun. Xülasənin növbəti sualı. Azərbaycanda William Şekspirin əsərləri əsasən rus dilində çap edilir və səhnələşdirilirdi. Bəs 1925-26-cı illərdə Şekspirin yaradıcılığı ilə bağlı hansı əlamətdar hadisə baş vermişdi və bu hadisənin səbəbkarı kim idi? Elgün Əbdürrəhmanov cavab verəcək bu suala. Abdurrahmanov Elgün Azərbaycan Dövlət İqtisad Universiteti. Mənim fikrimcə həmin ildə Hamlet əsəri Azərbaycan dilində tərcümə olmuşdu. Kim tərəfindən? Cəfər Cabbarlı. Bəs 26-cı ildə nə baş vermişdi? İlk səhnələşdirilmişdi. Bu isə tam və dolğun cavabdır. Medal. Xülasənin sonuncu sualı. Şekspirin yaradıcılığının araşdırmaçıları bildirir ki, müəllif öz məşhur ifadəsini qədim Roma yazıcısı Qay Patroninin Mundus Universus Exercit Histroniam sözlərindən ilhamlanaraq yaradıb. Daha sonra Globus teatrının girişində həkk olunduğunu bilərək həmin ifadəni deyin. Bu suala Həmid Mehdiyev cavab verəcək. Mehdiyev Həmid Milli Aviasiya Akademiyası Hüquqşünaslıq Fakültəsi 4-cü kurs Mingəçevir şəhəri. Mənim fikrimcə bu həyatımız teatrdır, biz isə oyuncularıyıq. Yəni həyat teatrdır, hər bir insan isə öz obrazını oynayır. Bravo Həmid, medal. Xülasə mərhələsi də başa çatdı. Bizi isə Zəka Məclisinin baş biləni ilə maraqlı söhbət gözləyir. Gələn həftə Parlaq Zəkada baxın. 1941-45-ci illərdə Böyük Vətən müharibəsi illərində təyyarələrdən Ukrayna meşələrinə məhz bu cür çoxlu vərəqələr səpələnirdi. Hamı üçün çox maraqlı və geniş mövzu. Biz vətənin əsl vurğunu olan böyük şairimiz Səməd Vurğunun həyat və yaradıcılığını vərəqləyəcəyik. Növbəti mərhələdə kim öz zəkası ilə parlayacaq? Oyunda birinci səfər iştirak etməyinə baxmayaraq, inanıram ki, bu oyunda qələbə qazanacağam. Mən çalışacağam ki, bugünkü oyunumla Səməd Vurğun ədəbiyyat tariximizdə necə iz qoyubsa, mən də oyunumla Parlaq Zəka tarixində elə bir iz qoyum. Bəli, siz qırmızı yoldasınız və fikir verdim ki, Soltan Əziyevin cavabını güldür. Gürultulu alqışlara kim layiq oldu? Ümid, mən keçən dəfə sizi qucaqlamadım, bu dəfə qucaqlayacağım. Orden! Zəka Məclisinin baş biləni ilə maraqlı söhbət. Bizim indiki gənclər muzeylərə getmirlər. Parlaq Zəkanın növbəti mərhələsində kimi görəcəyik? Bazar günü, səhər saat 11-də. Etibar müəllim, Avropa Renesansının görkəmli nümayəndəsi olan Şekspirin əsərlərini ölməz edən xüsusiyyət nə idi? Əslində, siz 3-4 sözlə elə sual verdiniz ki, Şekspirin bütün yaradıcılığını xarakterizə etmək lazımdır. Lakin qısaca cavab versək, mən deyərdim ki, həyati məzmun, dərin məna, yüksək humanizm, surətlərinin psixologizmi, bir də
böyük dramaturji ustalıq. Ənənəvi səslənsə də məzmun və formanın burada dahiyanə şəkildə vəhdəti Şekspiri həmişə böyük sənətkar olaraq, dahi sənətkar olaraq saxlayır və bütün xalqların sevimlisi edir. Bildiyimiz kimi Renesans mədəniyyəti, ümumiyyətlə Renesans ədəbiyyatı orta əsrin sxolastik düşüncələrindən qırılaraq insana qayıdış idi. İnsanın qiymətləndirilməsi idi. İnsana dəyər verilməsi idi. Sadə insandan tutmuş, rəiyyətdən tutmuş krala qədər hər birini insan kimi görüb, onlara qiymət vermək idi. Və oxucunu, tamaşaçını bu insanı dəyərləndirməyə dəvət etmək deməkdir. Şekspirdə bu var. Əgər İtalyan rəssamlığı, boyakarlığı insanın portretini yaratmağa başladısa qadağalardan sonra, Şekspir isə insanın daxilə aləmini, psixologiyasını, xarakterini səhnədə canlandırmağa nail oldu. Biz bu mövzuya verilişimizdə də toxunduq. Ümumiyyətlə belə bir fərziyyə var ki, Şekspir əsərlərini özü yazmayıb. Yəni, əslində başqa müəlliflər olub, sadəcə onu Şekspirin adı altında qələmə veriblər. Yəni, siz bu haqda nə deyə bilərdiniz? Öncə onu deyim ki, Şekspir deməli 16-cı əsrdə, 16-cı əsrin sonlarında və 17-ci əsrin əvvəllərində yaşayıb. 17-ci və 18-ci əsrdə Şekspirdən yazanlar, onun əsərlərini çap edənlər, onun bioqrafiyasını yazanlar heç kim belə bir şübhəyə düşməyib. Və bu, heç də son dövrdə, tutaq ki, bizim mətbuatda ara sıra belə yazılar gedir, o ilə bağlı deyil. İlk dəfə şübhə eləyən, deməli, xanım Delia Bacon, Amerikan alimi olub 19-cu əsrin ortalarında. O, Şekspir əsərlərinin fəlsəfəsindən danışanda, Şekspirdə bildiyimiz kimi dərin fəlsəfə var. Və bu qərara gəlir ki, bu ali təhsil almamış insan bu dərəcədə müdrikliklə yaza bilməzdi bu əsərləri. Eyni zamanda oradakı təsvir olan fəlsəfi yerlər düşünə bilməzdi və sonra isə bu fikrin davamçıları da olub. Mən sadəcə bir sual vermək istəyirəm. Əgər həqiqətən də əsaslar göstərirlər, Şekspir burada kübar həyatını, əsilzadə həyatını o qədər incəliyi ilə əks etdirir ki, o adi bir əyalət şəhərində, ortabaq bir ailədə anadan olmuşdur. Sonra onun təsvir etdiyi yerlər, təsvir etdiyi yerlər. Demək olar ki, Avropanın bütün xalqlarının həyatı orada əks olunur, şəhərlər və s. Bu da sual olunur. Şekspirin bayaq dediyim kimi buradakı dərin biliyi, savadı hiss olunur. Və deyirlər ki, bu kübar cəmiyyətdən olmayıb, kübar həyatını necə verə bilərdi? Bu saraya yaxın olmayıb, sarayları bu cür incəliklə necə verə bilərdi? Universitet təhsili almayıb, yəni bu qədər savad bundan hardan? Amma mən yəni bu mübahisələrə bir şeylə cavab vermək istəyirəm. Əgər həqiqətən də kiməsə istinad edilirsə, onda Şekspirin əsərlərinin istinad edildiyi insanların adı niyə ona qədərdir? Qraf Rutland, Qraf Oxford, Qraf Derby, Kraliça Yelizaveta, Hersog Sampton, Kristofor Marlowe. Deməli, burada belə bir təəssürat yaranır ki, adi gözdən də yanasın. Nəyin bahasına olsun, bunu kimin adına çıxmaq lazımdır. Əgər həqiqətən də kiminləsə bağlı ciddi ilişki varsa, o alimlər elə bir nəfəri sübut etməyə çalışsınlar. Elementar faktı deyim. Deyirlər ki, Kristofor Marlowe güya öldürülməyib, qaçıb təqiblərdən, o vaxt polis təqibində olub. Və o yazdığı əsərləri sonra isə deməli, göndərib Şekspir onları realizə edib. Birinci 1593-cü ildə onun ölümü faktlarla sübut olunub. İkincisi, müasir olublar. Eyni vaxtda o öldürülməmişdən qabaq da Marlowe'un əsərləri çap olunub. O əsərləri müqayisə edəndə tamamilə bu filoloqlar, ədəbiyyatşünaslar ciddi analiz edəndə görürlər, üslub başqadır, burada başqa. Və yaxud da ki, Francis Bacon adına çıxırlar. Francis Bacon o dövrün böyük filosofu olub, özü də ictimai-siyasi xadimi olub, onun elmi nəsri var. Elementar bir müqayisədə, bayaq mən bir sözü işlətdim, Şekspirdə 20 mindən çox söz ehtiyatı var, işlənir. Francis Bacon'un həmin elmi nəslində və çap olunmuş sağlığında, öz adı ilə çap olunan əsərlərdə 10-12 mini keçmir. Və yaxud üslub, yəni mütəxəssislər sübut edir ki, üslub başqadır. Mən bir qədər sadə cavab verərdim. Ümumiyyətlə, belə deyək, dahilər tək-tük olur. Amma dahiləri qısqanan, dahiləri qınayanlar çox olur.
Vaxtikən Səməd Vurğun Cəfər Cabbarlı haqqında bir sözü var idi. Deyir ki, mən Cəfərə baxanda böyük bir sənət abidəsi görürəm, sanki gözəl bir heykələ baxıram. Lakin bu gözəl mənalı abidədə qara ləkələr axtaranlar yaman gözlərdir. Çox sağ olun. Və bir də Hüseyn Cavidin də bir sözünü xatırlayım. O da Şekspirin belə deyək, mənəvi varislərindən biridir. O deyir ki, dahilər əsrinin öküzü olur, əslinin yetimi olur. Onlar böyük qınaq sahibləri olur. Yekun olaraq həmin fikrinizə onu deyim ki, ümumiyyətlə bunu hökm şəklində bu iki versiya ki var, bu həqiqətən həmin Stratfordlu Şekspir olub, yoxsa ki başqası yazıb. Bu mübahisələr bu gün də davam edir. Hər iki versiyanın da deməli tərəfdarları var. Lakin bütün hallarda bu mübahisələr Şekspir əsərlərinin gözəlliyini, məziyyətini, böyüklüyünü, dünya ədəbiyyatının şedevr olmasını kölgəyə almır. Çox sağ olun. William Shakespeare Renesans dövrünün böyük şairi və dramaturquydu. Onun yaradıcılığı teatr sənətinin sürətlə inkişafına böyük təsir göstərdi. Bugünə kimi müasir dramaturqlar, rejissorlar, aktyorlar Shakespeare'in yaradıcılığından ilhamlanır, onun əsərlərini araşdırır və öyrənirlər. Unutmayaq ki, güc birlikdədir. Bu hələ son deyil. Hələlik.